Salam gənclər, hər birinizi xoş gördük. Dünən razılaşmışdıq ki, mən hitor sualını izah edəcəm. Siz isə bunun qarşılığında bəyənib, kaydedib və paylaşacaqsınız. Mən razılaşmanın şərtlərinə uyuram. Sizdən də eyni qaydada gözləyirəm həmki şərtlərin qarşılığını. İndi keçək hitoriyaya aid ilk olaraq qaydaların müəyyənləşdirilməsinə. Qaydamız nə olacaq? Birinci qayda. Sətir və sütunlarda eyni simvollardan yalnız biri iştirak edə bilər. Baxın, bu bizim hitori cədvəlimizdir. Qayda 2-də nədir? Sətir və sütunda eyni simvoldan bir neçəsi olduqda biri saxlanılır, digəri silinir. Misal üçün, baxın, 2 dənə 5-imiz var idi. 5-in biri saxlanıldı, digəri silindi. Diqqət edirsəz, ikinci cədvəldə həmki 5 silinirdir. Baxın, 2 dənə 3-ümüz var idi. Biri saxlanıldı, digər aşağıdakı silindi. Qayda 3-də nə deyir bizə? Bir-birinə üfüqi və ya şaqili qonşu olan iki xanada yerləşən simvolların eyni zamanda hər ikisi silinə bilməz. Misal üçün, biz yuxarıdakı 5-i sildik, hə? Bu zaman biz aşağıdakı 2-i silə bilmərik. Yəni, şaqili formada 2 dənə qoşaxana silinə bilməz. Eyni qaydada üfüqi formada da 2 dənə qoşaxana heç vaxt silinə bilməz. Amma diaqonal istiqamətdə silinə bilər. Yəni, burada heç bir, belə desək, nə deyirlər, qanuna uyğunluğu pozan heç bir şey yoxdur, əməliyyat yoxdur. Keçirəm sonuncu, 4-cü şərtə. Silinmə əməliyyatı ilə aparılmalıdır ki, silinməmiş xanaların birindən digərinə üfüqi və ya şaqili keçid olmuş olsun və bütün silinməmiş xanalar bir-biri ilə əlaqələnmiş olsun. Baxın, 2 dənə xanamız silinib, digər silinməyən xanalar arasında birbaşa əlaqəmiz var. Bu düzgün silinmədir. Lakin baxın, burada 2 dənə xana silinib. Silinməyən 5 xanası ilə digər silinməyən xanalar arasında nə şaqili, nə də üfüqi keçid yoxdur. Bu olmaz, yaxşımı? Elə silməliyik ki, silinməyən xanalar arasında əlaqə olsun. Bu bizim 4 dənə qaydamız. Buna əsasən biz indi 184-cü misalı həll etməliyik. Baxın, buna başlayarkən də, bu oyuna başlayarkən də bir açar ifadəmiz var. Yəni ki, çox rahat formada həll etmək üçün 100% isə qısa bir ipucu verirlər. Həmki ipucu nədir? Baxın, 2 və 2 varsa, yəni təkrarlanıbsa, ortadakı 3 alıram halqa. Yəni bunu silə bilmərəm. Mən niyyəsini də deyim, daha yaxşı olsun. Tutalım 3-ü silsəm mən əgər, 3-ü silsəm. Burada 2 dənə 2 var da, bu ikisindən birini silməliyəm. Yuxarıdakını silsəm nə olur? 2 dənə qonşu xana silinmiş olur. Bayaq qaydamız nə idi bizim? Deyirdi ki, 2 dənə qonşu xana silinə bilməz. Yuxarıdakı 2 2 olmasın, aşağıdakı 2 olsun, fərq etmir. Yenə 2 dənə qonşu xana silinə bilməz. O zaman deyəcəm ki, mən bu 3-ü heç vaxt silə bilmərəm. Sonra eyni qaydada baxıram, 4 və 4-ün arasında 5 var. Alıram halqaya ki, bunu da silmək olmaz. 5 və 5-in arasında 5 var, bu 5-də silmək olmaz. Bunları silə bilmiriksə, bunlar da eyni sətirdə və ya sütunda olan nə qədər oxşar rəqəm varsa, hamısını silməliyik. Misal üçün, bu 5-ə görə, mən aşağıdakı 5-i siləcəm. Təkrarlanma ola bilməz. Baxın, buradakı 5-ə görə, onun solundakı 5-i siləcəm. Yəni, bunlar nə olmalıdır? Avtomatik silinməlidir. Və yadınızda saxlayın, mən buradakı xanaları sildimsə, o zaman 1-i, 2-ni, 3-ü silə bilmərəm. Çünki niyə? Eyni sətirdə və ya sütunda qoşa 2 xana silinə bilmir. Silə bilmirəmsə halqaya alacam. Baxın, bu 3-ü silə bilmirəmsə, yanındakı 3-ü silməliyəm. Çünki niyə? Eyni sətirdə və ya sütunda təkrarlanma olmamalıdır. 3-ü sildimsə 5-i alıram halqaya. Bu zaman digər 5-i avtomatik silirəm. Sildiyim 5-in sətrində və ya sütununda ona qonşu olan 2 dənə rəqəm var ya, hər ikisini alıram halqaya. Çünki niyə? Silmək olmaz. İndi baxın, əsas məsələ, bu 4-ü silə bilərik ya yox. Eşidirəm, deyirsiniz, bəli, silə bilmərik. Çünki niyə? Əgər bu 4-ü mən silsəm, bu 3-ün digər xanalarla əlaqəsi məhdudlaşır. Biz nə demişdik? Əlaqələr şaqili və ya da üfüqi xətlər formasındadır. Bunu silsəm, artıq nədir? 3-ün çıxışı qalmır, çıxış imkanı qalmır. O zaman 4-ü silə bilmərəm. Eyni qayda, baxın, bu 3-ü də silə bilmərəm. Çünki niyə? 5-in çıxış imkanı məhdudlaşır. Bura qədər ümid edirəm ki, hər şey qaydasındadır. İndi keçirəm, baxın, yuxarı hissədə, birinci sətirdə. Baxıram, üstünə 2 rəqəmim var. Bunlardan 2 silinməlidir. Deyə bilmərəm ki, bu 2 silinməsin, qalsın. Əgər bu 2 silinməsə, bu 2-si avtomatik silinməlidir. Belə bir şey ola bilməz axı. Demişdik ki, 2 dənə qonşu xana eyni anda silinə bilməz. O zaman avtomatik bu halqaya aldığımız 2 silinməlidir. Bu yəni ki, silinməlidir. Başqa variant yoxdur. Bunu sildik. O zaman 4-ü silə bilmərik biz. Çünki niyə? 2 dənə qonşu xana eyni anda silinmir. Bu 4-ü silə bilmirsə, digər 4-ü mütləq silməliyik, çünki təkrarlanma var. Bu 2-ni silə bilmərik, o zaman bu 2-ni silirik. Baxın, bundan sonra mən 2 və 1-i də silə bilmirəm. Çünki niyə? Bu 1 və 2-ni mən silsəm, 4-ün, 2-nin digər xanalardan, silinməyən xanalardan daha doğrusu, əlaqəsi olmayacaq. Çünki əlaqəmiz şaqili və yaxud da üfüqi xətlər boyunca olmalıdır.
Onda bu ikini silə bilmirəmsə, digər ikini mən bunu silməliyəm. Və təbii ki, bunların qonşularını silə bilmərik. Все, bitdi. Tamamdır. Qəbulda misal üçün tutalım istədi ki, 3-cü sütunda silinməyən ədədlərin hasilini tapın. Siz götürəsiniz 5-i 4-ə vurasınız 20, onu da 2-yə vurasınız edəcək 40. Və yaxud da başqa cür nə istəyə bilər? Deyək ki, 4-cü sətirdə silinməyən ədədlərin cəmini tapın. 1, 3, 2, 4, 5-i toplayasınız avtomatik. 1-dən 3-ün cəmi edir 4, 10, 15. Yazasınız bura 15. Bu qədər bəsit. Bunu başa düşdünüzsə əgər, götürün 187-ci sualı skrin edin və yazın. Hətta sizə belə bir şey deyim, nə deyir? Silinən ədədlərin cəmini tapın. Sualı cavablandırın düzgün formada və şərh bölməsinə qeyd edin. Bu qədər. Əgər yararlı olsa videoda, bir dənə yenidən xatırladımsa, like edin, videonu paylaşın, sevimlərə əlavə edin. Nəsə, öz üstünüzə düşən vəzifəni bilirsiniz. Heç nə, uğurlar, sağ olun.